Azərbaycanca danışan hər kəsə salamlar. Podkastda növbəti 7-ci epizodu ilə yayımdadır. Bundan əvvəlki 6 epizodda biz fərqli mövzularda, fərqli insanlarla həmsöhbət olmuşuq. Bu da o deməkdir ki, bizim üçün məkan və mövzu problemi yoxdur. Bircə şərt var, Azərbaycanca danışırıq. Ötən epizodda biz Green Card lotereyası haqqında danışdıq və düşündüm ki, bu mövzunu davam etdirim, biraz da genişləndirim və bugünkü söhbətimizin mövzusu ümumilikdə Amerika Birləşmiş Ştatlarındakı immiqrasiya mövzusudur. Ümumiyyətlə, son illərdə Amerika Birləşmiş Ştatlarında immiqrasiya mövzusu həm siyasi, həm də sosial səviyyədə ən çox danışılan mövzudur. Və xüsusilə də Donald Trump administrasiyası dövründə immiqrasiya ilə bağlı qəbul olunan bəzi sərt qərarlar təbii ki, bir çox insanların həyatına da, gündəlik həyatına da təsir göstərir. Bu dəfəki epizodda isə biz həm Green Card lotereyasına davam etdirəcəyik, eləcə də Amerika Birləşmiş Ştatlarına gəlməyin qanuni yollarından danışacağıq və ümumiyyətlə Amerika Birləşmiş Ştatlarındakı immiqrasiya sahəsindəki dəyişikliklər, yeniliklərlə bağlı məlumat verəcəyik. Mənim bugünkü həmsöhbətimi əslində Amerika Birləşmiş Ştatlarında, xüsusilə də rus dilli, Azərbaycan dilli immiqrantlar yaxşı tanıyırlar. O uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayır, IS hüquq firmasının təsisçisidir. Və bugün immiqrasiya mövzusunda biz vəkil İsmail Şahtaxtinski ilə söhbət edirik. Salamlar İsmail, hər vaxtınız xeyir olsun. Salam Zəxəmət, sağ olun, hər vaxtınız xeyir olsun. Bizim aramızda məsafə çox azdır. Siz ikimiz də Virginia ştatındayıq hazırda və bizim bu dəfəki podkastımızda mövzumuz sırf immiqrasiya hüququdur. İmmiqrasiya ilə Amerika Birləşmiş Ştatlarındakı immiqrasiya məsələləridir. Və bu məsələ haqqında danışmaq üçün mən sizdən yaxşı bir mütəxəssis tanımıram burada və illərdən bəridir ki, siz Amerika Birləşmiş Ştatlarındasınız və bu sahədəsiniz və sizin özünüzün hüquq firmanız var və düşünürəm ki, bugün bizim söhbətimiz bir çox insanlara, Azərbaycan dilli Amerikalılara çox faydalı olacaq. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Öncə istəyirəm nədən başlayaq? Biz ümumiyyətlə son zamanlar, son bir neçə ildir, xüsusilə də Trump administrasiyası hakimiyyətə gələndən sonra mən tez-tez eşidirəm, insanlar deyirlər ki, artıq Amerika Birləşmiş Ştatları immiqrantlar ölkəsi deyil. Bu fikirlə razısınız? Çox sağ olun dəvətinizə görə. Çox şad oldum sizi görməyə. Yox, dediyiniz suala mən razı deyiləm əslində. Çünki Amerikanı bir Trump administrasiyası dəyişə bilməz. Yəni onunla razıyam ki, doğrudan da Trump administrasiyası o istiqamətdə çalışır ki, inandırsın ki, Amerika artıq immiqrantlar üçün welcome deyil, yəni immiqrantların gəlməyini dəstəkləmir. Amma yəni o bir administrasiyanın, iki administrasiyanın işi deyil. Təəssüf ki, amma o istiqamətdə çox administrasiyanın irəliləyişi var. Misal üçün, bura gəlib buradan sığınacaq istəmək, protection istəmək məsələlərində çox adam artıq çəkinir, qorxur. Yəni, deyirlər ki, tuturlar, deportasiya edirlər və s. Hətta Amerikanın daxilində də. Deyərdim ki, indiki halda vəziyyət ona bənzəyir, amma ümumiyyətlə Amerika haqqında onu demək olmaz. Amerika həmişə immiqrantlar ölkəsi olub və davam eləyəcək və hətta indiki halda da dünyanın çox başqa ölkələrindən daha çox immiqrantlara, necə deyim, welcome'dır, daha rahatdır bura gəlib, burada legallaşıb yaşamağa, nəinki başqa ölkələrdə. Bəli, immiqrantlar Amerikanın əsas sütunudur. Amerika Birləşmiş Ştatlarının və bura immiqrasiya üzərində qurulub əlbəttə. Və artıq Green Card proqramı 90-cı illərdən bəri gör neçə illərdir ki, aktivdir. Biz keçən podkastımızda elə Green Card lotereyası haqqında danışdıq, amma mən sırf Green Card lotereyası qazanmış bir insanla danışdım. Onun təcrübələrini biz eşitdik, amma sırf bu sahədə rəsmi olaraq bir hüquqi insanın, yəni hüquq sahəsində çalışan bir insanın, bir mütəxəssisin fikirlərini eşitmək mənə maraqlıdır. Bu ilki Green Card, yəni Green Card 2027-ci il lotereyası
gecikir. Bununla bağlı da çox sözlər danışılır, çox məqamlar var. Bəzi insanlar deyir hazırdakı o shutdown-a görə bağlıdır. Bəzi insanlar deyir qaydalar dəyişir və s. Və bu gün də eşitdiyim məlumata görə gecikir. Yəni desən 2-3 ay belə gecikə bilər. Bu da yenə rəsmi məlumat deyil. Sizdən eşitmək istəyirəm, nə yerdədir Green Card lotereyası ilə vəziyyət? Elədir, gecikir. Mən qısaca onu deyim özüm haqqımda ki, mən nəinki bir vəkil kimi, bu işin mütəxəssisi kimi, həm də özüm də o yoldan keçmişəm. 25 il bundan əvvəl mən Amerikaya köçəndə elə Green Card lotereyada utdum. Gəldim 99-cu ildə, bəli, 2000-ci ildə artıq bura köçdüm. O lotereyada mən də o bəxtəvərlərdən biri olmuşdum. Bu Green Card lotereyasının bir yəqin dinləyicilərimizə maraqlı olar eşitmək ki, nəyə görə vəbşi bu Green Card lotereyası mövcuddur? Ona görə ki, Amerika siz dediyiniz kimi immigrantlar ölkəsi olduğuna görə Amerika belə bir yol açıq qoymaq istəyir ki, hər bir adam dünyadan bəxtəbəxtlə gələ bilər. Amerika immigrantlar ölkəsidir. Onun da adı da elə diversity viza deyirlər də, yəni müxtəliflik vizası. Ki, bura yalnız imkanı olan, ya hansısa alim olan adamlar yox, hətta hər bir dünyanın hər bir adamı minimal, yəni ən azı məktəb təhsili olan adam gələ bilsin. İndiki administrasiya bildiyiniz kimi Trump administrasiyası ona qarşıdır. Yəni daha çox Trump öz biznes fikrindən, pul düşüncələrindən yalnız düşünür və istəyir ki, Amerika yalnız ona görə gold kart eşitmişsiniz, 5 milyon dollar investisiya və s. O yollarla yalnız biznes yolundan gələ biləsiniz və s. O yolları istəyirlər irəli sürsünlər. Amma bu Green Card lotereyasına hətta Trump'ın ilk birinci administrasiyasında da ona Green Card lotereyasının ləğvi haqqında danışırdılar və s. Düzdür, prezident administrasiyası özü onu ləğv eləyə bilməz, çünki onu o Green Card lotereyasını Konqres tərəfindən yeridilmiş bir layihədir. Onu yalnız Konqres ləğv eləyə bilər. Amma administrasiya, prezident administrasiyası ona problem yarada bilər. Ona necə desə palki v kolosa qoyurlar. Onu eləyirlər. İndi də ki government shutdown'dur. Hökumət, federal hökumət indiki zamanda bağlıdır. Bir neçə həftədir davam eləyir və ola bilər bir qədər davam eləsin. Və demokratların təəssüfündə bu tərsinə Trump administrasiyasına əlverişlidir. Yəni bundan bir səbəb kimi istifadə edib çox bir prosesləri saxlayırlar. Və bu da o proseslərdən biridir. Hətta məhkəmələrdə, immiqrasiya ofislərində və s. çox şeyləri saxlayıblar. Bunları çətinləşdirmək üçün. Və bu Green Card lotereyası da ən, necə deyim, prioritetdə ən az prioriteti olan bir proses sayılır. Dediyim ki, bu belə bir dünya daha çox bir mədəniyyət, cultural exchange kimi bir prosesdir. Ona görə hətta Biden administrasiyasının vaxtında COVID olanda bu Green Card lotereyası udan adamlar, 10 minlərlə adamlar ala bilmədilər. Onlar üçün məhkəmə işləri də açıldı və s. Orada nəinki söhbət indi müraciətdən gedir, amma orada o zaman 20-ci ildə, 21-ci, 22-ci ildə Green Card lotereyasını udan adamlar, onlar lotereya ilə o bütün sənədlərini verdilər, hər bir şeyi keçdilər, amma nəticədə konsulluqda o müsahibəni təyin eləyə bilmədilər. Vaxt çatdırmadı. Biden administrasiyasının argumenti o idi ki, bəs COVID-ə görə konsulluqlar bağlı idilər, çatdıranmadıq və s. Yəni nə qədər adam çox təəssüf ki, belə udub, sevinib, ailəsi, bəziləri bütün hər veşini işini bağlayıb, biznesini satıb, evini satıb bura gəlməyə hazırlaşırdı. Belə, dediyim odur ki, bu Green Card lotereyasının başına çox oyun açılıb və indiki bu hökumətin, federal hökumətin bu shutdown vaxtı ki, bu büdcə ayrılmayıb, təsdiqlənməyib Konqres tərəfindən, qeyri-vacib, yəni emergency-də təcili fəaliyyət olmayan fəaliyyətləri federal hökumətin indiki halda bağlıdır. Onlardan da biri qeyri-vacib, qeyri-təcili olan bir fəaliyyəti federal hökumətinin bu Green Card lotereyası sayılır. Ona görə yəni mənim üçün təəccüblü gəlmir ki, bağlıdır. İndi nə vaxtsa açılacaq? Ümumiyyətlə bağlana bilərmi, ləğv oluna bilərmi bu proqram? Prezident administrasiyası onu eləyə bilməz. Yəni səlahiyyəti yoxdur.
amma onlara çətinliklər yarada bilər. Yəni bu proqramı ləğv eləmək üçün gərək Konqres ləğv eləsin. Yəni Konqresdə qəbul olunsun ki, qanunverici orqanda qəbul olunsun ki, bu Green Card lotereyasını ləğv edirik. Amma dediyim kimi çətinliklər yarada bilərlər. Bəs nə düşünürsünüz? Biraz söhbətimizdən bəlkə kənara olacaq, amma şəxsən mənim üçün maraqlıdır. Düşünürəm biz izləyənlər üçün də maraqlı olar. Ən uzun müddətli shutdown Amerika tarixində elə Donald Trump'ın birinci prezidentliyi dönəmində idi, 35 gün. Bugünsə artıq ayın neçəsidir? Biz bu podkastı yazdığımız vaxt bugün artıq ayın 21-idir. 21 gündür ki, shutdowndur. Yəni hardası gəldi o tarixə yaxınlaşır. Nə düşünürsünüz? Nə qədər davam eləyə bilər? Ən yaxşı halda nə vaxt bitər shutdown və ən pis halda nə qədər davam eləyə bilər? Düz dediniz. Mənim təcrübəm mənim ixtisasımdan kənardadır, amma məncə bu rekord olacaq bu dəfə. Yəni öz fikrim odur ki, yəqin ən azı bir 2 ay çəkər bu shutdown. Bilmək olmaz, yəni hər şeyə hazır olmaq lazımdır. Belə, çünki vəziyyət çox çətindir Konqresdə. Yəni ölkədə bu bölüşmə demokratlarla respublikaçıların arasında bu Trump administrasiyası və ümumiyyətlə demək olar ki, ilk dəfədir ki, prezident administrasiyasına bu shutdown sərf eləyir. Və o vəziyyətdə də çətindir. Yəni keçən vaxtı ilk administrasiyasında Trump'ın olan shutdown 35 gün dediniz. Onda Trump əldən çıxıb çalışırdı. Schumer, Nancy Pelosi və s. hamısından oturub orada danışıb xırdalayırdılar. Hətta səsini qaldırırdılar biri-birinə. Yəni görürdün ki, proses gedir. İndiki halda elə bir ki, hamı elə razıdır. Demokratlar düşünürlər ki, bu shutdownda və çox benefitlər var və s. Bu cürbəcür veteranlara yardımdır ya tibbi yardımlardır və s. Onların hamısının dayandırılması, bunu günahlandıracaqlar Trump administrasiyasının respublikaçıları. Bu tərəfdən də respublikaçılar Trump'ı dəstəkləyirlər və razıdırlar ki, bəs bütün nə istəyir Trump eləmək, hansı federal hökuməti ki istəyir azaltsın, balacalatsın, cürbəcür proqramları, proyektləri saxlasın, onların hamısına indi asanlıqla eləyir. Çünki sadəcə o qərar verilir ki, bəs bu essential deyil, bu vacib bir fəaliyyət deyil, onu federal hökumətə büdcət yoxdur ki, onu eləmirik. Yəni ona görə iki tərəfə də elə bir ki sərf eləyir, ona görə çox çətindir. Və qaydaq indi bizim mövzumuza və ümumiyyətlə necə düşünürsünüz? Hazırda və gələcəkdə Amerika Birləşmiş Ştatları immiqrasiya sistemi hansı istiqamətdə dəyişə bilər? Nələr gözlənilir? Hansı reformlar ola bilər immiqrasiya sahəsində? Reforma deyəndə adətən o qanunverici orqanın tərəfindən olan qanunun dəyişilməsindən söhbət gedir. O hər şey mümkündür, ancaq indiki mühitdə real deyil və son bir realistik nəsə bir dəyişiklik olub Prezident Bush'un vaxtında 2000-ci ildə. Yəni onu da reforma demək olmazdı. Yəni bir amnistiya oldu, bir yeni növlər yaradıldı. Konqres birlikdə nəyəsə razılığa gəldi. O vaxtdan bəri hələ bir konqresdə razılıq respublikaçıların, demokratlar arasında olmayıb ki, hansısa bir gözə görünən bir təsir edici bir immiqrasiyada reforma baxımından dəyişik olsun. Qalan şeylərsə olan o artıq prezident administrasiyası tərəfindən bu qanunverici yox, bu isbalniçinli orqan deyildi. Onlar tərəfindən olan dəyişikliklər də hansılar ki, prezidentin o qərarlarından, orderlərindən onların da çoxsunu məhkəmələr dəyişir, federal məhkəmələr blok eləyir, bağlayır. Yəni onlar gördüyünüz kimi də, məsələn bu H-1B vizasına $100,000 dövlət rüsumu qaldırdılar bu iş vizasına, Trump administrasiyası. Gördüyünüz kimi başqa proseslər, sığınacaq prosesində, sərhəd prosesində bu cürbəcür müraciətlər, ailə birləşməsi və s. onların hamısında çalışırlar çətinliklər və bu baş prokuror qərarlar verir immiqrasiya apellyasiyası bordu əsasında adından və
çoxsunda presedentlər yaradırlar, hansılar ki, çox böyük çətinliklər yaradırlar immiqrasiya proseslərinə, bu immiqrasiya məhkəmələrində və s. Və yəni Konqresin immiqrasiyanın kökünü reforma dediyimizdə o kökünü dəyişməyə səlahiyyəti çatır. Amma prezidentin səlahiyyəti çatır ki, bu immiqrasiya proseslərinin, yəni prosedurlarını çətinləşdirsinlər. Və indiki administrasiya əlindən gələni edir ki, hər bir yerdə prosesləri çətinləşdirsinlər, ağırlıqlar yaratsınlar müraciətçilərə və s. İndiki halda onu gözləmək olar, amma bir momentdə o pika çatır. Yəni bu Trump administrasiyası əlindən gələni nək eləyə bilər, o pika çatacaq. Məncə o olacaq təxminən bir il yarım. Yəni çünki birinci Trump administrasiyasında da eləyirdilər. İndi daha təcrübəlidirlər, amma biz o immiqrasiya prosesində roller coaster deyirik də. Bizim hüquq firmasında və mənim bu Amerika Miqrasiya Vəkillər Kollegiyasında kollegalarımdan həmişə danışırıq. Bu Trump administrasiyasının roller coaster. Yəni dəyişirlər qanunu, federal məhkəmə qərar qəbul edir ki, olmaz. Çünki prezidentin səlahiyyəti yoxdur bu qaydanı dəyişsin öz başına konqressiz. Sonra apellyasiya məhkəməsi hardasa bir konservativ regionda qəbul edir ki, yox, qərar hələ qəbul olunmayıb. Bu Trump'ın qərarını freeze, yəni dondurmaq olmaz. Getsin ali məhkəmə yenidən qəbul edir. Yəni bizim bu immiqrasiya işlərində bu prosedurlar qalxır, gedir, düşür, roller coaster deyirik də, karusel kimi. Və o biraz settle down, yəni toz yerə yatmaq olur təxminən bir mənim ölçümlə bir il yarım prezidentdən. 2 ildən sonra düzdür konqresdə böyük dəyişiklik olur, seçkilər olur. Ondan sonra prezidentin səlahiyyəti biraz azalır. Amma o tozun yerə yatması, o dust settle olunur təxminən il yarımdan sonra. Biz hazırda deyərdim ki, son illərə nisbətən o texnologiya dəyişimlərini daha çox görürük və texnologiya yenilikləri, xüsusilə də süni intellekt bir çox sahələrə öz töhfəsini verir. Bəs immiqrasiya hüququna süni intellekt xüsusilə necə təsir edə bilər, nələr dəyişə bilər sizcə? İki tərəfi var da, bir bizim tərəfdən, praktika tərəfindən ki, biz immiqrasiya proseslərində, müraciətlərdə və s. bir də dövlətin o immiqrasiya şöbəsinin bu prosesləri idarə eləmək, yəni müraciət eləyəndə online, internet yolu ilə müraciət olunma və hökumətin bu müraciətləri hamısını analiz eləməyi, misal üçün elə proseslər var ki, sığınacaq deyə, ya qeyri-adi bacarıqlar əsasında green card almaq, ya biznesə investisiya əsasında. Orada çox böyük paket, yəni 1000 səhifələr olur, göndəririk, yollayırıq immiqrasiya şöbəsinə o müraciətdə, o petisiyada və onu analiz eləmək, ona görə o proseslər çox uzun çəkir. Yəni dövlət tərəfindən o görülən işlər, bir müraciət, sığınacağa müraciət bəzən 8 il çəkir ki, cavab alasan. Ya hansısa bir petisiya müraciəti yönləndir, olur ki, 1 il çəkir ona, yalnız bir ofitser onu baxsın, analiz edir. Çünki çox vaxt aldırıcı bir prosesdir. Çox intensiv sənətlə. İndi süni intellekt orada necə tətbiq eləmək olar, onu daha asanlaşdırmaq olar, onu daha çox asan analiz eləsin. Orada baxan ofitser çox hansısa bir narrow, yəni tələb olunan bir profillə baxsın ki, nəyi qərar verməlidir, belə-belə. Amma o data analizi onu süni intellekt eləyə bilər. Amma təəssüf odur ki, o Amerikanın federal hökuməti düzdür, başqa ölkələrdən daha ola bilər irəli getmişdi, amma çox geri qalır reallıqdan və texnologiyadan. Yəni indiki halda dediyim kimi biz immiqrasiya şöbəsinə, misal üçün müraciət eləyəndə kimsə hansısa biri investor investisiya yolundan bura bu qədər pul qoyub, buna green card düşür, ya investor vizası düşür. Biz ona paket yollayırıq, o paketi fiziki gərək yollayaq. Bəzi prosesləri online, internetlə yollayıb, eləyiblər. Yəni süni intellekti qırağa qoyaq. Yəni sadəcə internetlə ki, mən upload eləyə bilim hansısa paket sənədləri, çünki onu onsuz da qarşı tərəf, yəni dövlət orada gərək skan eləsin ki, ofitser baxa bilsin. Onu hələ də biz qədim vaxtlardakı kimi onu çap eləməliyik, əllə imzalamalısan, 1000 səhifə,
bəzən korobka sənədləri poçtla yenə yollayaq Amerikanın immiqrasiya şöbəsinə. Orada da adamlar oturub o poçtu açırlar, bir onu əllə bir bura gedir, bu bura gedir, bu hissəsinə bu baxmalıdır, bu belə. Yəni çox geridə qalmışdı. Ona görə optimistik deməzdim ki, süni intellekt immiqrasiya proseslərini asanlaşdıracaq. Ora çatana qədər yəqin bir indiki biz praktikant tərəfindən immiqrasiya vəkilləri nəyi ki istifadə edirik, onu dövlət yəqin bir 10 ildən sonra başlayacaq istifadə etməyə. Amma immiqrasiya vəkilləri tərəfindən və yaxud da heç vəkilləri qırağa qoyaq, hüquq firmasını qırağa qoyaq, şəxsən adamların müraciətindən əlbəttə süni intellektin böyük təsiri var. Proseslər daha da asanlaşıb, daha da sadələşib. Yəni suallara cavab tapmaq, hamısı daha da sadələşib. Amma bir problem var ki, bu süni intellektin o dərəcəsinə çatmayıb ki, çox kompleks məsələləri həll eləsin. Bir də ki, bu süni intellektdə bunu da 100% Azərbaycanca deyə biləcəm. Hallucination deyirlər də, hallüsinasiya. Hallüsinasiya. Hə, o hallüsinasiya məsələsi var. Onu yəni qarşısını hələ də ala bilmirlər. Ona görə də o da çox çətindir. Yəni birdən sən sual verəsən ki, immiqrasiya mən hansısa sənəd eləyirəm ya belə bir problemim var, onu nə cür həll eləmək olar? Bir də görürsən ki, AI ağzına gələni dedi də. Onu indi mən görürəm, mən immiqrasiya vəkiliyəm. Baxıram ki, hə, məsələn, düzdür, promptu düz vermək lazım. Nə qədər də versin, o hallucination indiki halda qarşısını alamayıblar hələ. O da adamın həyatını həll edən şeydir. Elə bir ki, immiqrasiya işində yalnız ona əsaslanıb adam müraciətini hazırlasa, elə bir ki, siz həkimdən məsləhət əvəzinə yalnız diaqnozunuzu nədir, relay eləyirsiniz yalnız bu süni intellektə. Yəni o dərəcəyə elə çatmıyıb. Amma sadə məsələlərdə, sadə suallara cavab bizə də çox xoşdur, biz də sevinirik. Bəziləri düşünürlər ki, bəs immiqrasiya vəkilləri işini itirəcək, süni intellekt. Yox, süni intellektin o dərəcəyə çatması, o insanın qərar verməsi, ya həkimin diaqnoz qoyması və s. hələ çox var ona. Amma çox var, çünki o süni intellekt insan beyninin heç milyonda birinə qədər gəlib çatmayıb. Yəni süni intellekt. Mən onu elə süni intellektin özündən dalamışam onu. Ki o birləşmələr nə qədər insanın beynində olan birləşmə var versus həmin o tranzistor. Düzdür, ola bilər quantum intellekt yaransa, nə vaxt ki quantum computer bu süni intellekt birləşdi, onda yəqin ki vəziyyət çox ayrılacaq. Amma dediyim odur ki, bu sadə suallara ki, cavabları tapırlar süni intellektdə, o bizə də xoşdur, biz də sevinirik. Yəni biz bir mütəxəssis kimi, Amerikada immiqrasiya vəkili kimi, burada mən yurisprudensiya doktoru dərəcəsi almışam, burada 19 ildir ki, mən vəkillik edirəm. Ona görə yox ki, kiməsə sadə bir forma doldurmaq üçün. Və mən tərsinə sevinirəm ki, onu kimsə öz eləsin. Daha kompleks işləri biz görək. Niyə görə texnologiyaları xüsusilə vurğuladım? Mən vətəndaşlıq başvurmasını edəndən sonra uzun müddət gözlədim. Yəni bu müddətdə başıma o qədər işlər gəldi nə baxımından, çünki sənədlərimi bir dəfə tamamilə yanlış göndərdilər. Yəni bir dəfə belə bir şey oldu, gözləyirdim sənədlərimi. Zərfin üstündə mənim adımdır, amma içində tamamilə başqa bir adamın məktubudur. Mənim məktubum başqa insana gedirdi və düşünürəm ki, bəlkə çünki burada mənul bir iş var da, insan əməyi var. Yəni insanlar bu səhvi edirlər və mən biraz da dostlardan, tanışlardan da eşidirəm. Yəni belə çox kobud səhvlər var immiqrasiyada, yəni belə sənədləri yanlış ünvanlara göndərmə. Fikirləşdim, bəlkə texnologiya inkişaf elədikcə bu səhvlər də aradan qalxar. Ona görə bu sualı həm də təəssüf ki, tərsinə o səhvlər çoxalır deyirsiniz. İlkin mərhələdə, çünki o manual labor, yəni istənilən bir texnologiyanı götürək də. Nə vaxtsa fermada əllə hamı yığırdı hər şeyi, bütün təsərrüfatda əlindən, sonra traktorlar çıxdı. O traktor düz növə çatana qədər görürdün ki, əyri eləyirdi, nəyisə daha əl işinin yenə də dəyəri var. Yəni indi heç ona o vaxta qayıtmayaq. İndiki halda da bir əl işindən bir yaradılan bir produktun dəyəri indi də daha çoxdur. Elə belə əqqabı deyə, əqqabı alanda əl işi əqqabı var, Zavasko əqqabı var. Yəni sadə həyatdan bir nümunə deyə. Əl işinin ona görə dəyəri var. Burada da elədir. Yəni bu adamın öz beyninin işi, texnologiyanın işini. Çünki o artıq formalaşıb.
o proseslər əl işindən, o manual işdə formalaşıb dövlət. Nə vaxt ki, texnologiyanı yeni təqdim edirlər, o daha da məsələləri uzadır, daha da dolaşdırır ilkin mərhələdə. Sonra mı düzəlir, gərək xoda düşsün. İndi o dediyiniz, amma bir şey sizə mən də əlavə edeyim, bu adreslər səhv salırlar və s. O indi Trump administrasiyasının bir fəlakətidir. Çünki Trump administrasiyası gələndən ilk dəfədə və indi də bütün bu dövlət orqanlarında biz işləyirik bu miqrasiya işlərində, deməli immiqrasiya şöbəsi USCIS deyirlər, onunla işləyirik. Ondan sonra Department of Homeland Security düzdür o USCIS-in üstündədir. İmmiqrasiya polisinin pastayanlı işlərdə ICE, Immigration and Customs Enforcement, Department of Labor, əmək departamenti onunla işləyirik. Sonra bir də Department of State, dövlət departamentindən bütün konsulluqların işi, viza işlərini onlar dövlət departamenti baxır. Bunların hamısında bu qədər xaos, yəni mən dediyim kimi də 19 ildir ki, mən vəkiləm, bu işləri işləyirəm, görülməyib. Yəni bəzən dediyiniz kimi səhv adresə göndərirlər, sənəd gəlib çıxmır. Bir şeyə, yəni investor vizasına müraciət edənə səhvən green card göndərirlər. Yəni hətta o qədər. Dünya qarışıb biri-birinə. Çox təəssüf, yəni çox pisdir. Bu acınacaqlı bir vəziyyətdədir. Amerikanın bu dövlət orqanları xatikdir. Onlarda çünki Trump administrasiyası böyük kadrlar dəyişikliyi elədi. Nə qədər adamı işdən çıxartdılar və hətta təəssüflər ki, bu ali məhkəmə bu yaxından qərar verdi, səlahiyyət verdi prezidentə. Nəinki o departamentlərin başında olan o offiser əsas, yəni Secretary of State deyək də, dövlət departamentinin sekretari, yəni başçısı onu dəyişib və onun müavinlərini yox. İcazə verdilər ki, Trump həm də o desklərdə oturan sadə işçilərə də qərar verə bilər prezidenti ki, dəyişsin. O həm siyasi baxımdan çox böyük negativdir, həm də çox belə, yəni hansısa bir konservativ Trumpçını gətirib qoyurlar ki, o departamentin içində hansısa bir subdepartamenti idarə eləsin. Bu adamın da dünyadan başı çıxır. Nə xarici işlərdən başı çıxır, nə konsulluğun prosesindən, nə süni intellekt nədir, ya nədir, nə vaxtsa bəlkə də məktəb müəllimi olub, gətirib qoyublar ki, pis çıxmasın, ola bilər tarix müəllimi olub, tarixdən çox başı çıxır. Məktəb müəlliminə demirəm ki, pisdir. Amma bu, yəni bir uski profildən adam, uski profildə ya məktəbdə zauç olub, gətirib qoyublar ki, 10 min nəfər adamı idarə eləsin. Yəni, çox belə vəziyyət çətindir, pisdir, düzdür, inanırıq ki, sistem özünü kontrol idarə edib, yerini otuzduracaqdır. Dediyim kimi, Trump administrasiyasının birinci vaxtında da eyni şey olmuşdu, düzdür, indi daha intensiv, daha təcrübəli eləyirlər. Yəni, negativ, mötərizə də təcrübəli deyək. İmmiqrasiya mövzusu da böyük mövzudur. İmmiqrasiya hüququndan, yəni saatlarla danışa bilərik. Yəni amma bu gün inanıram ki, biz hamısını əhatə edə bilməyəcəyik bu söhbətdə. Yəni biz sizinlə görüşməli olacaq bu mövzunu davam etdirmək üçün. Amma sizinlə birinci söhbətimizdir. Ona görə bəzi sualları vermək istəyirəm, çünki bizi Azərbaycandan izləyən insanlar var. Bura gəlməyi planlayırlar, Amerikaya. American Dream yaşamaq istəyirlər. Bilmirəm, hələ də var mı American Dream ya yox. Amerika Birləşmiş Ştatlarına gəlməyin bir çox yolları var. Burada məskunlaşmanın bir çox yolları var. Green Card loteriyası, yəni onların ən sadə, ən rahat başa gələnidir. Amma bundan başqa yollar da var. Biz bu yaxınlarda bir mövzuda da danışmışdıq. Amma istəyirəm siz deyəsiniz. Yəni Amerikaya gəlmək üçün ən belə asan, rahat başa gələ biləcək yol hansıdır? Yəni qanuni olaraq söhbət legal gəlməkdən gedir. Amerika gəlməyin müxtəlif yolları var. Onların hamısını bir gün, 2 gündə daimi danışıb bitirmək olmaz. Amma ümumiyyətlə mən onu kateqoriyalara bölürəm. O kateqoriyaları ümumi kateqoriyalar deyə bilərəm. Və asan yol, rahat yol deyilən də bir şey yoxdur. Çünki hər adama nə uyğundur, o uyğundur. Yəni, misal üçün, ya belə deyək də bir zarafat kimi, ən asan yol loteriyada udmaqdır. Amma onu mən deməklə nə olsun? Adama məsləhət verim ki, ged loteriyada green card ud. Yəni, bəxti gətirdi, uddu. Ya asan yolla
evlilik yolundan daha sadədir indi. Amma bir evli adama necə deyəsən, ya evli olmayana da ged deyəsən, saxta evlilik heç cür məsləhət bilmirəm və doğrudan da çox adam tutulur. Yəni mən onu o mənada demirəm ki, bəs amoraldır ya nə. Ondan söhbət getmir. Söhbət ondan yeri ki, saxta yollara əl atmaq qətiyyən məsləhət bilmirəm. Çox adam tutulur. Sadəcə o tutulan adamlar öz tanışına, qohumuna, dostuna lovğalanmırlar ki, bəs mən belə elədim, tutdum. Amma o adam ki, tutulmuyor yalan üstündə və yaxud da yalan üstündə tutulana qədər o adam hamıya boğazını cırır ki, bəs loxladım Amerikada, belə aldım, green card almışam və s. ya saxta evliliklə. Nəysə, bu barədə danışmayacağım, ancaq o yolu eləməyin. Amma ümumiyyətlə kateqoriyalar bölünür və rahatlıq. Ona görə mən, məsəl üçün, mənlə kimsə məsləhət alanda, konsultasiya deyəndə bu sualı, ümumi sualı verəndə ki, mən istəyirəm Amerika köçüm, konkret bir yol seçməmişəm, amma hansı yollar var? Mən onlara sual verirəm ki, sən Amerika gələndə nə etmək istəyirsən? Bax, tutaq ki, sənə green card verilib, sən Amerikadasan. Sən nə ilə məşğul olacaqsan? O adam deyir ki, mən misal üçün musiqi məktəbi açmaq istəyirəm. Deyirəm, aha, nəyə görə musiqi? Deməli, sən musiqidə, deyir, bəs mənim premiyalarım var. Okey, bir kateqoriya bəlkə talant əsasında səni Amerika cəlb eləyir. Yəni, indiki halda da təsdiqlər də alırıq. Düzdür, çətinləşdiriblər onu da. Çox şey elişirlər. Amma talant əsasında sən çox bacarıqlı musiqiçisənsə, Amerika cəlb edir özünə ki, bu Amerikanın mədəniyyətinə xeyri var. İki yol var. National Interest Waiver, yəni maraqlar, Amerikan maraqları əsasında sponsorstva. İkinci yolda odur ki, qeyri-adi talant deyirlər, yəni dahi talant. Yəni sən o dərəcəyə çatmısan ki, o sahədə, öz sahəndə ki, səni dünyada tanınmış ekspertlər və s. məktub yaza bilərlər, hansı premiyalar almısan, böyük bir yerlər tutmusan, qazanmısan onun əsasında. Misal üçün bu. İkinci, bu adam tutan ki, deyir ki, yox, mənim musiqidə o qədər də talantım yoxdur, amma mən musiqi məktəbi işlətməyi bacarıram, özüm də bacarıram da, kantlığı bilirəm, amma dahi deyiləm. Onda deyirəm, yaxşı, musiqi məktəbi əgər işlədə bilirsənsə, deməli, sən biznes istəyirsən burada qurasan. Gəl, onda o biznes növləri ilə baxaq. Biznes növləri ilə nə var? Y2 vizası var. Musiqi məktəbinə, məsələn, $100,000 pul xərcləyib, yer götürdün, işçi götürdün, avadanlıq aldın, reklama pul verdin, website yaratdın, mühasibatçı tutdun və s. Təxminən bir 80,000, 85,000 pul xərclədin ora, onda E2 vizası deyilən bir şey var. Yəni o hər bir biznesə aiddir. İstənilən bir biznesə, aktiv biznesə. Məsələn, ev alıb arendaya vermək olmaz. Ondan biznes sayılmır. Amma sən burada salon açdın, musiqi məktəbi açdın, nə bilim, pizzeriya açdın, restoran açdın, kafe, moving kampaniya deyirlər də, köçmə şirkəti, tracking kampaniya. Yəni bunların hamısı 80-85 min pul xərclədin, Amerikanın iqtisadiyyatına xeyir gəlir ondan. Onun üçün E2 vizası deyilən bir şey var. O iki ölkə arasında saziş əsasındadır. Azərbaycan da ora daxil olur. Bəzi ölkələr yoxdur. Misal üçün Rusiya yoxdur. Rusiya vətəndaşı onu ala bilməz. Azərbaycan vətəndaşı ala bilər. O E2-nin əsasında, o biznesin əsasında o kim ki o biznesə pul xərcləyib, o özü və ailəsi bura köçə bilərlər və burada nə qədər istəsələr daimi davam edib yaşaya bilərlər. Hər 2 ildən bir uzatmaq gərəkir. Ailə üzvləri, uşaqlar burada məktəbə gedə bilərlər, dövlət məktəbinə və həyat yoldaşı da iş icazəsi alır, harda istəyir, işləyir. Misal üçün belə, bu adam deyir ki, mənim musiqi məktəbim Bakıda da var. Deyirəm, okey, onda L1 vizası da var. Əgər burada musiqi məktəbi açsan, orada da musiqi məktəbin var və sən bir menecer kimi o məktəbdən bu məktəbə keçirilirsən, onda L1 vizasıyla səni alıb onu gətirmək. O da ola bilər E2-dən bu adama daha verir. Yəni dediyim odur ki, növlər çoxdur. Mən onları bölürəm kateqoriyalara. Var humanitar kateqoriya, məsəl üçün sığınacaq almaq ya hansısa bir trafikin qurbanı olan adamdır ya burada hansısa bir cinayətin qurbanıdır və s. Odur. Var biznes əsasında dediyim kimi E2-dir, L1-dir və yaxud da daha böyük investisiya, 1,80,000,000 investisiya və 10 dənə iş yeri yaradılan adama green card düşür, EB5 deyirlər ona. O yoldur. Sonra biznes bundan kənarda iş yeri tapıb işə kimsə sizi şirkət, biznes işə götürür. Daha öz biznesinizi yaratmırsınız, amma sizi işə götürürlər. Onun əsasında var bu EB2, EB1, EB3 deyirlər.
Yəni iş əsasında. EB yəni employment based. EB3 deyək də. O EB3 nədir? Əgər hansısa bir işə götürən şirkət sponsorluq eləyirsə, siz öz ixtisasınızla gəlirsiniz burada işləməyə, onda o proses biraz uzun çəkir. Təxminən 3 il çəkir o EB3. Elə adı da EB3-dür. Onun adiyyatı yoxdur 3 ilə. Amma var iş yolundan H1B iş vizası, hansının ki dövlət rüsumu təxminən $2700 idi. İndi Trump keçən ay elədi onu $100,000. Wow. Onu indi federal məhkəmə vuracaq. Ola bilməz yəni o qalsın. Bu da Trump'ın o belə sərt qərarlarından biridir. O belə Mussolini kimi qərarlar verir. Onları vurur federal məhkəmələr. Yəni ləğv eləyir də. Blok deyirlər, blok eləyir. O da olacaq, amma bu H1B-nin indi podnoşka qoyub çətinlik yaradırlar H1B-yə. İndi məsələn odur, iş vizasıdır, iş yolundandır. Bir də var ailə yolundan. Ailə birləşməsi. Ailə birləşməsi, yəni evlilikdir, ata-ana övladını və ya sponsorluq eləmək və ya da övlad valideynləri sponsorluq eləmək belədir. Mən istəyirəm biz bu sadalıqlarınızdan H1B vizasının üzərində biraz qalaq. Məsələn, mənim iş yerimdə də əsasən Hindistandan, Pakistandan bu viza ilə bura gəlib IT sahəsində işləyən insanlar var. H1B vizası hansı sahələri əhatə eləyir? Bu proses haqqında biraz məlumat verərsiniz? Təəssüf ki, indiki halda elə ən səsi küyü çıxan odur, dediyim kimi, dövlət rüsumunu 100.000 eləyiblər. H1B iş vizasıdır. 3 il icazə verir burada qalmaq, onu alan və ailə üzvlərinə. Onu 3 ildə uzatmaq olur 6 il. Əgər green card prosesinə başlasalar, əlavə 1 il uzatmaq olur daimi. H1B-nin əsası odur ki, tələbi odur ki, gərək bu minimum bakalavr dərəcəsi tələb edən iş olsun. Specialty occupation deyirlər də, yəni mütəxəssis bir iş olmalıdır. Bilməm tərcüməni düz elədim ya yox, specialty occupation olmalıdır. Və həmin o işdə minimum bakalavr dərəcəsi tələb olunmalıdır və həmin o benefisiar kimə ki veriləcək o viza, onun gərək o sahədə bakalavr dərəcəsi olsun. Yəni ora daxil olur mühasibatçı, nə bilim, marketing müdür, injiner və s. də. Yəni o işlər ki, haradakı, indi məsələn sales person satıcıya demək bir əsaslandırmaq olmaz ki, nəyə görə buna bakalavr dərəcəsi lazımdır. Ümumiyyətlə Amerikada bu iş yerlərinin çox olması və işçilərin sayının az olması, o bakalavr və magistratura dərəcəsində olan və yaxud da ondan da yüksək az olduğuna görə Konqres ayırıb ki, ümumiyyətlə belə orta götürsək bir 65.000 yəqin boş yer olar. Ona görə də 65.000 dənə bakalavr, 20.000 dənə də H1B Konqres yaradıb ki, bu magistrla olsun. Amma bunu yaradıblar neçə dekada, dəqiq deyə bilməyəcəm neçə il bundan əvvəl. İndi o reformalardan biri də elə lazım olan odur ki, o gərək adjust olunsun. Yəni 30 il bundan əvvəl bəlkə hesablanırdı ki, 65.000 dənə bakalavr gətirsək dünyanın müxtəlif hissələrindən burada ki, işləsinlər bu IT sahəsində və s. Lüboy işdə dediyim kimi. Əgər bakalavr onu 65.000 idisə plus magistr və yaxud da yüksək 20.000, onda indi bəlkə o 200.000 lazım olar. Yəni Amerikanın iqtisadiyyatına, bu böyük korporasiyalara, bizneslərə. Çox adam H1B-ni eşidəndə IT biznesini təsəvvür edir. Siz də dediniz Hindlilər də deyəndə IT fikirləşir adam. Nəyə görə? Çünki son vaxtlar ən çox iş yerlərinin yaradılması, irəli gedən sahə o IT sahəsi olub da. Yəni Hindlilər də ağıllı millətdir. Ona görə onlar da daha çox IT-də. Əgər nəsə daha çox irəli gedən sahə, çünki yəni texnologiyada elə məsələn AI danışırsınız, bu süni intellekt, bu .com-lar, bütün hamısı website, bu IT işi. Ona görə IT-də daha çox bütün böyük şirkətlər, korporasiyalar bura Hindistan da orada böyük iştirak elədiyinə görə, onların IT sahəsində çox irəliləyiş elətdiyinə görə oradan o işçiləri bura gətirirlər. Onun üçün də müraciət, amma 65.000-in az olması mövcud, yəni aydın məsələdir indiki halda. Çünki müraciət edənin hər il, indiki 100.000-ə qalxdı, bilmək olmaz nə olacaq, amma hər il müraciət edənin sayı, yəni iş yerinin ki, şirkətlər, mən də bizim hüquq firmasına H1B sponsorluq eləmişik. 2 dəfə müraciət eləmişik, çünki elə işçimiz olub ki, onlara H1B.
Amma yer çatmır. Nəyə görə? Müraciət edənlərin sayı 3-4 dəfə çoxdur. Ona görə hər il fevral ayında H1B üçün lotereya açılır. Və çox təəssüf, yəni biz elə bil Amerikada olan şirkətlər, bizim hüquq firması ora daxil olaraq deyirik ki, ay Amerika, burada tapa bilmirik kadr. Biz istəyirik ki, gətirək hansısa başqa bir ölkədən bura işçini, bu adamın lazımı dərəcəsi, təhsili də var, təcrübəsi də var və s. Bunu bizə imkan verin və hətta o H1B prosesində adam fikirləşər ki, bəs ucuz işçi gətiririk. Azərbaycandan bura işçi gətir, ya Hindistandan işçi gətir, ayına $1000 ver, başının papağını göyə atacaq. Buradasa minimum, yəni gərək IT-də elə deyil, sadə deyil. Onun üçün də nəzərə alınıb. Konqres o H1B prosesində məhdudiyyət qoyub ki, yalnız gərək biz əvvəldən müəyyən eləyək ki, bu ərazidə, məsələn üçün biz Vaşinqtonda paytaxtdayıq. Bu ərazidə hansısa injiner üçün, mühəndis üçün nə qədərdir orta maaş və mənim təklif etdiyim ən azı gərək o olsun. Ya bizim sahədə paralegal deyək də. Məsəl üçün paralegalı mənə ya sponsor edirəm H1B-yə, o iş vizası üçün gərək bizim sahədə ən azı mən verdiyim maaş bu dövlət deyirəm, əmək departamenti tərəfindən müəyyən olunan maaş şkalası var da, onun ortasında olmalıyam. Prevailing wage deyirlər. O da qoruyur onu ki, mən bir hüquq firması kimi, Amerika firması, şirkəti kimi gedim oradan ucuz başqa ölkədən gətirim ki, indusu gətirirəm ki, burada az maaş verim, fəhlə kimi işlədim, vəziyyətin də çətin, yəni benefitləri verməyim. Həmişə istəsin, o maraqlar konflikti var da, yəni bir işə götürən kimi və şirkət kimi adam, düzdür, indi insaf da var, ancaq bir də o konflikt var ki, bəs istəyirsən nə qədər az pul verəsən ki, nə qədər də çox çıxarda bilsən işçidən onu. Onun qarşısını almaq üçün də o şeylər var, o məhdudiyyətlər, o tələblər. Yəni H1B o baxımdan çox gözəl proqramdır. Və bu green card aparır, hə? H1B vizası green card aparır. Yəni ondan neçə müddət sonra green card almaq olur? Yaxşı sualdır, çünki bu çox adamın fikrində bu sual var və bunu misconception da ingilis dilində deyirlər. Yəni səhv başa düşmə var. Amerikada elə bir heç bir viza yoxdur ki, o özü aparsın adamı green card'a. Yəni istəyirsən H1B-də otur 10 il, 20 il, o özü aparmayacaq. L1-də otur, nə qədər istəyirsən otur, o green card'ı nəticədə verməyəcək. Bəziləri var o humanitar vizalardan dediyim U viza 3 ildən sonra green card'a başvura bilərsən. Amma o, yəni çox nadir hallardadır. Bir də sığınacaq. Yalnız o humanitar şeylər asıldı. Kateqoriya asıldı. Amma bu birisi vizaların heç bir avtomatik green card'a aparmır. Yəni bu viza H1B-ni nəyə görə green card'la həmişə yaxınlaşdırırlar? Çünki green card prosesi dediyim o EB-3 prosesidir. Employment based. Yəni deyir ki, mən istəyirəm bura işçi gətirəm, tutaq ki, vəkil gətirmək istəyirəm, işləsin bizim hüquq firmasında və burada mən axtardım, o vəkili tapanmadım. Onu da gərək sübut eləyəm əmək departamentinə. Yəni gərək doğrudan da reklamlar qoyam, veb-saytda, qəzetdə. O qəribə səslənir, çünki bu qanunlar yenə də hamısı outdated, keçmişin qanunudur. O vaxtlarda aiddir ki, tələb odur ki, mən gərək burada Washington Post qəzetində, fiziki qəzetdə reklam qoyum ki, bizə vəkil lazımdır. Amma gülünç gəlir, ancaq o proses ondan var. Onu eləməliyəm, sübut eləməliyəm ki, doğrudan da mən burada axtarış elədim, tapanmadım. Onda icazə verin, mən səxavəti sponsorluq eləyim ki, gəlsin bura vəkil kimi işləsin. Və o proses zamanı o green card prosesidir. O daha çətindir, çox uzun çəkən proses. Daha çox uzunluğu bürokratik prosesə görədir. Adətən 1-2-3 ay olmalıdır. Odur. Buna aid olmayan H1B prosesi var, iş vizası. O iş vizasında bu əmək departamentindən addımlar yoxdur. Ucu Konqres tərəfindən müəyyən olub ki, təxminən 65.000 qəbul eləsək, ucun artıq nəzərə alınıb ki, bizə bu qədər adam sərf eləyər ki, gəlsin, işləsin. Ona görə o daha qısadır. Ona görə çox şirkət 3 il mən başlasam ki, kimisə sponsorluq eləmək gəlsin bura vəkil, tutaq ki, Azərbaycandan bura vəkil istəyirəm gətirəm. Mən oturub bir işə götürən bir employer kimi, mən 3 il gözləməyəcəm ki, o adam gəlsin. Ona görə H1B tez olduğuna görə H1B ilə ilgiləm gətirirəm və o adam başlayır işləməyə. O işləyəndə baxıram, görürəm gözəl işçidir. Onda deyirəm ki, mən
buna əlavə 15 min, 20 min xərcdir o proses ki, o 3 ilə green card almaq. Onda deyirəm ki, mən investisiya edib bu adama işə götürən kimi istəyirəm ki, daimi işləsin də, 3 il 6 ildən çox işləsin. Ona görə çox adam H1B-ni deyir ki, H1B məsələn green card-a gətirir, yox, gətirmir. Onlar biri-birindən ayrı olmayan proseslərdir. Sadəcə çox vaxt əvvəl H1B-dən başlayırlar, tez gəlirlər bura, sonra ki müraciət edirlər green card prosesinə. Misal üçün biznes yolundan, investisiya yolundan o E2 vizası dedim də, o çox əlverişli Azərbaycan vətəndaşları üçün, öz biznesini, öz işini görən adamlar üçün E2 vizası ən deməzdim asan, indi Trump administrasiyası onu da çətinləşdirib, amma konsulluqlar çox gec intervyu təyin edirlər müsahibəni. Amma E2 vizası, yəni yenə də ən əlverişli vizadır, çünki sadəcə bir balaca kiçik biznes qurmaqla o E2 vizasını alıb gəlir buradan. Bunu nəyə görə deyirəm? Ondan sonra da green card'a yol var, amma E2 avtomatik green card'a gətirmir. E2 H1B-dən də üstündür, çünki onu nə qədər istəsən uzadırsan və H1B-nin həyat yoldaşı işləyə bilmər, E2-nin işləyə bilər. H1B-nin uşaqları burada rezident sayılmır məktəb üçün, dövlət məktəbi üçün, E2-ninki sayılır. Və E2-nin green card'a keçirilmə yolu o investisiyanı artırıb, biznes getdi, artıq 100 min yox, 1 milyon 80 bin adam investisiya eləsə biznesinə, 10 dənə də iş yeri yaratsa, onda onun əsasında green card almaq olur. O da EB5-dir. E2 yox, EB5. Employment based 5. Sizin də söhbət həmişə çox maraqlı olur. Biz keçən il sizinlə Amerikano çəkəcəkdik, amma sonra bəzi məsələlərə görə qaldı. Mütləq düşünürəm ki, biz Amerikano da çəkməliyik və bir də bu mövzunu davam etdirməliyik. Çünki artıq vaxt oldu, amma hələ danışmadığımız nə qədər məqamlar var və düşünürəm ki, əgər etiraz etmirsinizsə biz bir müddətdən sonra yenidən bir podkast çəkək və digər suallara da sizdən cavab istəyək. Necə düşünürsünüz? Əlbəttə, çox sağ olun. Çox gözəl suallar verirsiniz. Ona görə sizin suallarınız da çox maraqlıdır. Təşəkkür edirəm. Və çox belə damara toxunan söhbətlərdir. Mən nə qədər istəyirsiniz bu barədə ürəyim doldu danışa bilərəm. Mən sizə təşəkkür edirəm. Biz hardasa artıq 1 saata yaxındır danışırıq və bu söhbət çox maraqlıdır. Təşəkkür edirəm sizə və biz mütləq bu mövzunu davam etdirək bu yaxınlarda. Çox sağ olun, çox sağ olun. Təşəkkürlər sizə də. Uğurlar arzu edirəm sizə və növbəti podkastlarda yenidən görüşərik. Bugün isə biz immiqrasiya hüququndan danışdıq. Əziz bizi izləyən insanlar, əgər suallarınız varsa onu həm mənə, həm də İsmail Şaxtaxtinskiyə ünvanlaya bilərsiniz.